formalaşıb bu cür. Nevrotik insan strukturudur burada. Nevrotik insan strukturudur əsasən OKP olan insan. Əsasən yox da elədir. Düzdür, sən o strukturu dəyişdirirsən, dəyişdirmirsən. Sən nevrotik insanı keçirdirsən o biri pildəyə seanslarla. Sən keçirdirsən onu psixoemosional yetkin olan pildəyə. Bildiniz necə? Hələ bil sən gəlirsən mənim yanıma 9-cu sinif şagirdirsən. Hə, mən səni yavaş-yavaş eləməliyəm 1-ci kurs tələbəsi. Düzdürmü? Hə, sən yavaş-yavaş mən bunu səni ona tərəf apara bilərəm də tutalım. Bildiniz necə? Bu nümunə o qədər də doğru olmadı. Çünki psixoemosional yetkin insandır artıq. Amma nevrotik insan, yəni OKP-lı insan nevrotik insandır. Nevrotik pozuntular çox pozuntular daxildir. Çox. OKP də onlardan biri. Düzdürmü? Nevrotik insan yəni burada emosional yetkinlik yoxdur. Yetkinlik yoxdur, yeniyetmədir. Psixoemosional olaraq yeniyetmədir. Sən yeniyetmədən onu qaldırırsan, edirsən yavaş-yavaş. Onu yetkin insan, hələ bir 13 yaşında insanı, 13 yaşı deyil, tutalım 25 yaş var, psixoemosional olaraq bu insan 13-12 yaşındadır ki, onda obsessiv-kompulsiv pozuntu davam edir, düzdür? Və sən onu hələ bir götürüb çıxarırsan doğrudan 25 yaşa. Psixoemosional olaraq öz yaşına uyğun yaşa gətirsən. Qorxularını, o şübhələrini, o özünü günahlandırmağı, o